Özünü məşğulluğun təşkili prosesi başa çatanadək, işsiz şəxslərin ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması təklif edilir. Bu, Milli Məclisin İnsan Hüquqları Komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan Hüquqları üzrə müvəkkilin, Ombudsmanın 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Belə ki, özünü məşğulluğun təşkili prosesi tam başa çatanadək, əmlak təhvil verilənədək işsiz şəxslərə, xüsusən də bir sıra hallarda həmin şəxslərin müvafiq əmlakla təmin olunması prosesinin bir ildən artıq müddətə uzandığını nəzərə alaraq, onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədi ilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təklif edilir. Həmçinin Dövlət Məşğulluq Agentliyinin yaratdığı müvafiq yerli komissiyanın özünü məşğulluğu cəlb edilmə barədə qərarının işsiz və iş axtaran şəxsin elektron kabinetinə yerləşdirildiyi, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərildiyi tarixdən hesablanmaqla, əmlakın verilməsi barədə müqavilənin bağlanılmasınadək müddətin müəyyən edilməsi məqsədi ilə özünü məşğulluğun təşkili qaydasına dəyişikliyin edilməsi də təkliflər arasındadır. Məlumat üçün bildirək ki, özünü məşğulluğun təşkili qaydasına əsasən seçilmiş özünü məşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünü məşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə, ona əmlakın verilməsinin və özünü məşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 iş günü müddətində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumu və ya dost mərkəzləri tərəfindən qərar qəbul edilir. Onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.